Hə, toyda olanda çıxıb çölə, onlar da çöldə, onu bilmirəm ki, nə üstə sporlaşıblar. Hə, qardaşımın biri kəlləsi ilə vurub, yıxılıb yerə. Hə, yıxılıb yerə, yapışıblar başından, qum var imiş. Götürüblər ağzaşıq, elə çırpıblar başına. O birisi də götürüb, daşı götürüb arxadan başına çırpanda əlindən alıblar. Heç kəs saraçılıq eləməyib. Elənçi götürüb əlindən alıblar, o da yaman gündə. O da yaman gündə. Götürüb aparıblar Masalliyə, böyük xəstəxanəyə. Sabahsız günü axşam zəng elədi yoldaşı ki, belənçi qardaşı döyüblər, oğlanı da götür gəl. Mən də maşın tapa bilmədim, hamı toydaydı. Qaldı sabahsız günü xəstəxanəyə getdim. Gördüm, hə, yaman gündədir, göz yat şişib, üz-göz, gömgö, görmür. Dedim, çıxma, qal burada, həkim nəzarət altında. Həkim nəzarət altında dedim, qal, qoy malca getsin. Arvadı olub, özü olub, qardaş, başva dönüm. İçki üstündə, nə üstünsüz, çırpıblar. Qəşəng mənim qardaşımı çırpıblar. Gəlib yiyəsiz kimi onu dünənə büyün aparıblar həkimə. Dalıcan da gəlməyiblər. Bildiniz? Mənim qardaşımın qanın qoymayacam yerdə qalsın. Çox yemək küçüyün qızı. İştirdin də. Apardı Cəllabada. Cəllabadda yanında idim, mən evə gəldim. Ha gəldim, tapşırıb.